Xoş gəlibsiz, xoş gəlibsiz. Allah atanıza rəhmət etsin. Xahiş edirəm, gəlin çay için. Bu bizim üçün şərəfdir. Vallahi Hüseyin başımızın tacıdır. Bu mənim ilk Ərbəyin ziyarətim idi və mən Ərbəyin yürüşündə çox həyəcanlı idim. Yola çıxanda xəyal edirdim ki, Həzrəti Zeynəb Ərbəyin gün İmam Hüseyin əleyhissalamın qəbrinə necə gəldi, hansı əziyyətlərə dözdü. Günəş qızıl işıq saçır, havaya zəvvarlar üçün çay və qəhvə dəmlənən ocaqların odun qoxusu yayılırdı. Dünyanın müxtəlif yerlərindən insanlar Ərbəyin ziyarətinə gəlmişdi. Möhtəşəm bir mənzərə idi. Hər yaşda insanlar İmam Hüseyin əleyhissalamın zəvvarlarına xidmət edirdi. Bəziləri soyuq qarpıza dəvət edirdi. Bəziləri zəvvarları çağırırdı ki, gəlib dincəlsinlər. Başqaları zəvvarlara hörmət əlaməti olaraq kabab, balıq, şaurma, qızardılmış toyuq, hətta pizza yeməyə dəvət edirdilər. Bir neçə saat piyada getdikdən sonra ayaqlarımda güclü ağrı hiss etdim. Nə edim? Yolu davam etdirə biləcəyəmmi? Ey zamanın imamı, mənə nəzər et. Ey Allahım, mənə qüvvət ver ki, Həzrəti Zeynəbin dərdinə şərik olum. İmam Hüseyin əleyhissalamın mübarək hərəminə çata bilim. Birdən yürüş edən zəvvarlardan biri qolumdan tutdu və dedi: Görürəm ki, çox yorulmusan, ayaqların ağrıyır. Çox israr etdikdən sonra oturdum. O ayaqlarımı masaj etdi. Allah ondan razı olsun. Özümü daha yaxşı hiss etdiyim üçün yoluma davam etdim. Nəhayət günorta azanı oldu. Dərhal bir çadıra girib zəvvarlarla birgə cəmaat namazı qıldım. İmam Hüseyin məndən razı qalmaz ki, namazımı gecikdirim. Mən sevimli imama gedirəm. Necə ola bilər ki, namazı təxirə salım? Namazdan sonra bu müqəddəs yolda yenidən irəlilədim. Burada həqiqətən möcüzələr vardı. Arabaları pulsuz təmir edən çadır, telefonları pulsuz təmir edən çadır, paltarları pulsuz yuyan çadır, zəvvarlar arasında əlində əsaya söykənərək gedən qoca kişi, nənəsinin və anasının əlindən tutan balaca qız, yaşlı anasını kürəyində daşıyan cavan oğlan. Hamı İmam Hüseyin əleyhissalamın ziyarətinə can atırdı. Mən də elə. Amma ayaqlarımın ağrısı o qədər güclü idi ki, dözə bilmirdim. Oturdum, artıq davam edə bilmirdim. İmam Hüseyin əleyhissalama çatmaq üçün cəmi 300 sütundan az məsafə qalmışdı. Amma ayaqlarım məni aparmırdı. Dedim, qoy bir maşını saxlayım və Kərbəlaya onunla gedim. Elə də etdim. Maşında gedərkən qəlbimdə dedim: Ey zamanın imamı, bu atdığım addımlar sənə mənim hədiyəmdir. Ümid edirəm ki, qəbul edərsən. Kərbəlaya çatanda maşından düşdüm və İmam Hüseyin əleyhissalamın mübarək hərəminə doğru piyada addımladım. Həmd olsun Allaha ki, məni müqəddəs Kərbəlaya çatdırdı. Yolda Həzrəti Zeynəbin müsibətlərini canlandıran əzadarlıq yürüşlərini gördüm. Sonra milyonlarla insanın arasında İmam Hüseyin əleyhissalamın mübarək hərəmini gördüm və dedim: Salam olsun susuz şəhidə, salam olsun Hüseynə.